Herkese salam, kanalımıza ve yeni videomuza hoş geldiniz. Bizimle Sən verilişinin iştirakçısı Ceyran Hanım ve Nabat canlı yayım zamanı Aslanın yeniden onlara qayıdacağını bildiriblər. Həmin görüntüləri sizlərə təqdim edirik. Siz de videomuzu beğenmeyi unutmayın. Görüntüləri sizlərə təqdim edirəm. Elə bilərəm anamsan mənim. Qurban olaram, anaza da qurban olum özünüzə də. Yəni demək istəyirəm ki, belə rəvac vermə. Xanımla mən bundan ikinci dəfədə danışıram. Mən Esra xanım, belə bir dəqiqə gözləyin də mən də söyləyim. Bax, belə sözlər deyib Ceyranı ruhlandırmayın. Ceyranın evi var. İnşallah Allah qoysa gözü açılsın. Ceyran bacı gedəcək evinə. İnşallah. Valla qonaq gedərəm onlara. Bax, bir dəqiqə. İzin versin qonaq gedərəm onlara. Mənim evimə gəlsin, nə bilim, nə siz uzaya, siz inciməyin, müəllimə siz özdə, olmaz. Ona ancaq bunu demək lazımdır ki, Ceyran xanım adresi yazsın, mən eşidirsən, məni ruhlandırmaq o sözlə mən pistəs elədi ki, məni ruhlandırmır. Eşidirsiniz, mənə oğlundan başqa, ay bacım, qurban olun, bir dəqiqə imkan ver, mən danışım da, nə olur, qurban olum sizə. Başınıza dönüm, boş sözüm deyil. Mən heç kimin sözündən ruhlanmıram, nə də mən heç kimin evinə gedəsi deyiləm. Mənim Aslan kimi oğlum var. Aslan tora düşüb. Aslan insanların əhatəsindədir. Aslanın evi də var. Yeri də var, yurdu da var. Mənim balam, getsin bir müddət kəndində qalsın. Məliyə gələcək. İmkan vermirlər axı deyəm sözünü. Ay bacı, yox. Eləməsən danışma. Qoy onları yerində. Çörək yeməyə, durun əli sözü zadını dündürün. Qoy Aslanı yerində qoy. Qutardı. Bir qoy səni Aslan axtarsın. Aslan Bilirəm. Mən ora indi qayıtmıram. Ayəsi, mən ora qayıtmıram. Bir dəqiqə üzr istəyirəm də. Qoyun mən sözümü çatdırım da. Deyirsən ki, Ceyranı ruhlandı. Ceyran ağılsız deyil. Ceyran gic deyil ki, kimsə desin, gəl buraya geçsin. Ged o ana geçsin. Mən özümü idarə də eləyirəm. Özümə baxıram da. Mənə əsəbdən gözlərim belə oldu. Mənə korad qoydu. Biri dedi, görürsən, fırıldaq eləyirsən, yağlanan edirsən. Baxın, bu sözü deyən də Xəlil Həkim kimi gözəl bir professoru baxdı, dedi ki, bu belədir. Mənə müalicə yazdı, müalicəni elətdirdim, 3-cü dəfədir Zahir müəllim, Allah balalarını saxlasın. O orada nə də desə, mənim qəbulumdur, mənə çox eləyibdir. Həkimlərə deyil, o deyildə söz axıra qədər çatdıramıram, ayəsi, qurban olum, nə olur, ürəyim. Əməllərimizlə izah eləməlisiniz. Yəni mən danışa bilmirəm, gecəsi tənbihdir də, ona deyirlər ki, sənin iştirakçındır, sənin sevdiyin adamdır, sən tanıdan adamlardır, bu gündədir məsəl üçün. Olmaz da, sakin dur! Əsəb vaxtında. Ay bana canlı dağı bir çörək yemək istəyir uşaqlar mənim. Əsəb oluram, Ona görə də sevgini, bax gündə neçə dəfə qucaqlayır səni. Sevgini əməlinlə izah elə, qurban olum Ceyran bacı. Salam, herkese salam Boş ver onları, boş ver. Sen geleme, şeyleme, gedərsən inşallah evində oturarsan, babasına gələr, bir həftə qalar yanında. Mən də onsuz da şey oldu, gedəcəm Zaqatalaya. Salam, Esmerxala, herkese salamlayıram. Mən də qadın xeylaxlardır, işə gedirlər, gəlirlər, mən uşağı başçaya yaparım, məktəbə aparıram. Adı sarılan da gözlər. Salamlayıram herkese. Aman, salamla, bax, necəsən? Sağ ol, yaxşıyım, herkese salamlayıram. Bir kəmə söz deyib çıxıram. Anamın haqqını itirib, haqqını, çörəyinin, hər şeyini itirənin burnundan gəlsin. Bu bir. Acun kimi insanlar. Anam ona hər şey elədi. Mən dayana bilmirəm, haqsızlığa da dözənmirəm. Anamın oğlu da var, qızı da var. Allah'a şükür. Yeznəsi də var. Allah'a şükür. Anam pis vəziyyətdə olanda mən gətirdim yanıma. Yoldaşım dedi ki, sən niyə ağlayırsan? Həmən günü, 5-ci gün gecəsi mən yatmamışam ki, səhərə qədər. Yoldaşım dedi ki, ağlama. Gedək anamızı gətirək evimizə, 2 gün qalsın bizdə. Başlı problemlərdən yorulub da, gəlsin və istirahat eləsin bizdə. Yəni, elə sözlər yazırlar ki, bayaqdan baxıram, dayana bilmirəm. Anamın elədikləri Acunun burnundan gəlsin. Havallıqda vermirik,
ömür boyu da. Qardaşım da biz atmırıq. Qardaşım elə tora düşüb ki, elə tora düşüb. Vaxt gələcək, ayılacaq. Arif. Acının hər şeyini görüb ayılacaq. Kışkırtma Arif gel. Hamıya da Yaxşı olacaq. Yaxşı olacaq. Yaxşı insanlara da Allah'tan can sağlığı arzulayıram. Allah korusun. Ananın qədrini bilin. Pis Ana insan deyil. müqəddəsdir. Ana bir dənədir. Daha günümüzdə qapılarını açıblar. Günün yüzün tapar aslan. Ananın birini tapa bilməz aslan. Düzdür. Ben indi buradan demək istəyirəm ki, anam oraya getməyəcək. Anam gedəcək indi ATV Esmira xalayla da gələcək evlərinə. Bir günlük gözlərin dərmanlarını, iğnələrini vurup gələcək rayona. O bəzi sözlər yazırlar. Belə deyin. Belə Hə. deyin. Özü anam əsəbləşi çatdıra bilmir sözü. Gedirəm. Allah saf can versin. Allah anası Allah hamımıza, başpərəstlik Allah eləməsin. hamımıza, Allah Allah'a hamımıza həmişə yaxşı olsun. insanların Öpürəm Allah sizi. ömrünü uzun eləsin. Allah korusun. Mən də Esma buradan xanım sizə deməsəm. nuş olsun. Esmir ağalam, öpürəm səni. Allah'a əmanət olun. Sağ ol, sağ Sizləri ol. də Mən öpürəm. dostum, Nəvələrimi də öpürəm. Nabat anamdan Özünüzdən müğayət müğayət ol. olun. Anamdan müğayət ol kızım. Mən anamı heç vaxt atmamışam, atmaram da. Son Aslan da nəfəsimə atmayacaq. qədər. Aslan da uşaqdır. Müharibədən çıxan Aslan- adamdır. Bizə necədir xalam, başına dönüm, qurban olum. Allah eləməsin. Aslan elə bir uşaqdır ki, alaya can yandırandır. Bacıya can yandırandır. Aslan heç vaxt bizə qarşı elə olmayıbdır. Ən çox da anama qarşı. Aslan bir çörək tapırdı, gətirdi anamın ağzına qoyurdu. Gəl ana ye. Çünki ana ilə Allah eyni insandır. Mənim fikrimcə. Düzdür. Allahla Düzdür. ana eyni adamdır. Əgər ananı təhqir edirsən, Allahı təhqir edirsən, ananı yox. Düzdür. Mən qardaşıma da Allah sözümü hamısı demişəm. Mən qardaşıma da sözümü demişəm. Qardaşım Sakitçilik lazımdır. O hirslənir, bu hirslənir. İnansız, inansız. Vallahi Çox Ceyranda istəyirəm. da var günah. İndi baxın, qulaq asacaqlar kənardan, elə biləcəklər. Əsəbləşir də Ceyran da var. əsəbləşir. Bizə Onda da haqsızlığa var. dözümü yoxdur. İnansan Zahir müəllim ona Ceyranım deyir. Deyirəm Allah sənin bala, ölənləri rəhmət Allah eləsin. ömrünü Onun uzun ömrünü eləsin. düzülsən. Bilirəm, Zahir müəllim izləyir. Mehriban mehriban bildirir də. Buradan- Əsma xanım həmişə onu Ceyranın yanındadır. Biz görürük də. Buradan Zahir müəllimə də təşəkkürümü bildirirəm. Allah ömrünü uzun eləsin. Allah balaların saxlasın, 2 balasını saxlasın. Toyların görsün. Mənə də yaxşılıq eləyibdi, müalicəyə yönəldibdi. Anama da yaxşılıq eləyibdi, köməklik eləyibdi. Qardaşıma da elə acının özünə də haqqı itirmək lazım deyil. Hamıya köməklik eləyibdi, hamıya. Aslan anasına baxsın, ailəsinə baxsın. Daha deməyib ki, o programı vermişəm, işləsin restoranlarda şeyləsinlər, Ay, sağ anasını ol. söyləsinlər. Ay sağ ol, ay sağ ol. Allah ömrünü uzun eləsin, ay Esmira xanım. 2 ildən Dokun sonra gözəli. toy olundu, 500 manat təzədən Allah'tılar, bir də Elə köçürmələr adamlar var olmadı ki, ki. deyirlər ki, Yəni bütün deyirlər, bütün orada- şeylər hamısı onlara olurdu. Esmira xanım, mən efirə qoşala bilmirəm axı. Orada 5-ci gün Kübra xanım deyir ki, Nabata toy elədi, Aslana toy. Xeyr, Nabata toy eləmədi. Düzdür, qardaş payı verdi. Allah uzun ömür versin Zahir müəllimə. Qardaşımdır. Qardaşımdır, həmişə də qardaşım olaraq qalacaq, böyük qardaşım. Mənim toyumu Zahir müəllim eləməyib. Yoldaşım öz toyunu özü eləyibdi. Oğlan ev eləyib. Buradan mən səslənirəm. Sözümü də deyirəm. Hamı da eşitsin, bilsin. Haqsız, pis sözlər anama qarşı pis sözlər yazanlar evin içindəkini elə bir söyür. Öz anasının, bacısının, nəslinin kökünü söyür. Yəni buradan demək istəyirəm ki, mənim toyumu Zahir müəllim eləməyib. Yəni oğlan evi özü eləyibdi. Yoldaşım özü eləyibdi toyu. Haqsız yerə danışmayın. Allahı başınızın üstündə görün. Yazanlara deyirəm, yazanlara. Yəni orada haqsız yaz. Dünəndən görürəm, oxuyuram, baxıram. Hamımızın səhifəsi izləyirəm, o pis yazanlar. Yəni demək istəyirəm, sözümü çatdırmaq istəyirəm. Pis yazanlar, yəni deyirəm, evinizin içindəkini söyürsünüz elə bir. Anamın haqqını yaxşı insanlar, Allah köməyiniz olsun. Pis yazanlar da, yenə Allah'ınızı başınızın üstündə görün. Bu məhrəmlikdə pis söz yazmayın anama qarşı. Anamın 2 balası var.
arkasındadır. Mən də arkasındayam. Yezəsi də arkasındadır. Oğlu da arkasındadır. Poza oğlu tora düşübdür. Sadəcə tora düşüb. Acun toruna düşüb. Vaxt gələcək, vaxt gələcək. Ayılacaq. Vaxt gələcək, ayılacaq. Onda da gecə olacaq. Mən həmişə anama, Aslana demişəm ki, Aslan, arvaddan çox taparsan. Anadan tapmaq olmaz. Yoldaşım da ona min dəfə deyibdi. Yazdılar ki, Yezdə söyür. Mənim yoldaşım durduğu yerdə söymür. Acun elə sözlər atdı ki, səslər atdı. O əsəbindən patladı. Acun yoldan çıxartdı yoldaşımı. Anam böyüklərə qarşı yoldaşım pis olmayıbdı. Nədir söyməyibdi. Yəni pis yazanlar, Allahınızı başınızın üstündə görün. Allah, hər şeyi görən Allahdır. Heç kim evin içində bilmir nələr var. Nə keçirilir, nə olur. Ona görə də ağzınızın danışığınızı bilin. Mən anama atmamışım. Biz yazanlara deyirəm. Bir dəqiqə dayan. Orada müəllim deyib ki, ay İsmira xanım, bunlara baş qoşma, yəni ki, şərdi xatadılar da. İndi mənə yazırlar ki, müəllim dedi ki, sən onların aralarını qatırsan. Ay bala, mən evimdən çölə çıxan adam deyil, Ceyran deyiləm. Yox, səhvdir, Mən Ceyranı ancaq verilişdə görürəm, vəssalam. O səhv fikirdir. Yox, heç kimin ailəsini dağıtmış ki, nə də Esmira xala dağıtmır. Car müəllim, baxdım 5-ci günə, Car müəllim pis mənada demədi, dedi, yəni, Acun şərik xatadır, biz yox. Biz yox, nə anam, nə mən. Heç kimə şər atmamışıq. Kim şər atırsa şərə düşür. Ha, Car müəllim dedi, yazırlar, o Esmira xanım bunlardan uzaq dur. Qandılar, şərdlər, düz deyir də kişi də, ay bala da düz deyir də. Oğlum, bizən kimi nəzərdə tutur? 2 dəfə olar, 3 dəfə olar, 4 dəfə olar. Mən 2 ildir oradayım. Onun anamı qatmır. Esmira xala, anamı qatmıram. Mən anamı qatmır. O anamı qatmadı. O da deyir. Ha, o benim başa kimi deyir. düşmürsən, nə nabat. Onlar bilsən nə deyir? Onlar deyir ki, bunlara yaxın getmə, Ceyran, get evində otur. Onlar pis söz demir. Düzdür. Bırak onun başını bırak. Bırak. Get evində Hamı otur. deyir onu. Hamı deyir onu. Mən də deyirəm onu. Yoldaşım da deyir onu. Deyir, bir ara boş bırak. Vaxt verir Aslana. Vaxt gələcək ondan ayrılacaq. Acunun hər şeyini görüb ayrılacaq. Sən getmə, gəlmə. Gedib orada demir. Valla İnansan istəmirəm Esmira ki ayrılsın, neyləsin, amma ağıllansınlar. Hayır, şimdi- Aslan pis uşaq deyil ha. Mən Aslan'a Allah'a and olsun. Gecə saat 1-də zəng elim ki, Aslan, belə səsimlə ay Aslan, eləyən kimi deyir, Esxala nə olub sənə, gəlirəm. Düzdür. Bax, valla Yo, hörmətini Aslan- saxlayır. Aslan Mən yalan böyükdən danışa bilmərəm, o pis tutmuş. uşaq deyil. Pis, böyükdən tutmuş hamıya yaxşı olubdu. Hamıya. Yoxsa Aslanın ürəyi yoxdur. Aslan safdır. Saflığından istifadə eləyir. Qoymaram. Valla onları heç yaxında buraxmaram. Qurana and olsun. Gedərəm, evimdə oturaram. Bişirərəm, pensiyası da var. Bir Ceylan bacının təqaüdü var, pensiyası var. Esmə, indi ATV-dən zəng Vallahi. gəldi. İndi ATV-dən zəng gəldi. Anam sabah gedəcək Xəlil doktorun yanına iynəsini vurur bana. Xəbər verdilər. Sabah getməlidir. 12-də 1-də orada olmalıdır. İndi məclis zəng elədi. Dedilər. Mənim yanımda danışdı. Dedi sabah saat 12-1-də orada ol, xəstəxanada ol, iynəni vuracaq. Qutarsın bu Aslan Ceylan söhbəti, o birisinin adını çəkmək istəmirəm. Qutarsın bu söhbətlər, qutarsın bu sözlər. İynəsini vursun, gələcək evinə, Valla qəşəngcə insanlar var, hamımızın evində, kimin evində olmur? Hamımızın evində söz də var, söhbət də var, daha bu qədər, bu qədər. Bir ana tanıyırdım, bir ana, məni tanıyanlar burada neçə nəfər var? Hər halda bir 10 nəfəri məni burada, anamı, ailəmi, Zaqatalada olanlar olacaq. Mən bir qadın tanıyırdım. O qadın xəstə qadın idi, əli köməyə heç nəyə çatmırdı. Bir dəqiqə üzr istəyirəm, Esmə, sözünü kəsdirəm. Onu bir Azərbaycan qoyuldu, dildir. döyürdü, amma Məni heç anam kim nə boşanmır. deyirdi, o mənim oğlumdur. Ağzını Ayağa danışqın bir. vermirdi. Ona görə Ceylan bacı, sən bunlardan uzaq olmasan,
Həmənki şey. Bir də görəcəyik ki, sən uzaq ol. Görəcəyik ki, annanın anasını necə axtarırlarsa, sən də axtaracaqlar. Bax, burada deyirəm, ha, Ceylan bacı. Güzel. Bax, burada Ceyran deyirəm, anası ha, bax. mənim yanımdadır. Bu gün bir saat zaten yola salacağım Bakı gələcək, ATV-də olacaq. Saat Gəlsin, 5 bax, tamamda qeyd edirəm, evdə olacaq. sakitçiliklə evimiz, eşiyimiz, qapımız açıqdır, amma aslan, hardasan, gəl məni apar, Yox, neynədin? Esmir ağa, inansan bura gələndən neçə dəfə zəng eləyib, Quran and olsun. Mənə zəng eləyib, anama zəng eləyib. Mənə eləyib, anama eləyib. Anam açmayıb, mən açmışam. Allah rəhmət eləsin yazır. Kim yazır? Kimdir bu yazan? Nə olur? Heç. Mən elə ana gördüm ki, Ağlama Esmir ağa, ağlama. Duyurduk da hele bir ana adını çekmeyeceğim kim idi. Zaten ben izleyenler bilir. Ben hele ana tanıyorum ki ölene kadar dedi o benim oğlumdu. O benim oğlumdu. Cismani ceza. Dövülmekler, söylmekler, yüzüne tüpürmekler, neler gördü neler. Var bir tane kadın varıydı. Ben tanıyanlar orada bilirler mekini. Ama anam ölene kadar dedi o benim oğlumdu. O benim oğlumdu deyirdi. Allah bütün cəmi, Ben bugün ana, o anamın ölən başını analarımıza rəhmət eləsin. Sağ qalanlarda Allah can sağlığı versin. Ağlama Esmir ağa, ağlama. Sən Allah ağlama. Nəysə, mən çıxıram Esmir ağa, özündən müğayət ol, Bak sen de tapşır, gelir, hoş gelir. Tapşırmışam, Tapşırmışam. tapşırmışam. Gelsin, gözüne iğnesi vurulunca gelsin valla. Diye güle burada neter mi diye dünen gittik denize ben ömrümün en xoşbaxt gününü yaşırdım denizde. Bak nevelerim yanında. Gördüm uşaqlar Esmir yanında. ağa. Çok Ben o suya sevindim. necə girirdim, necə atlanırdım. Çöldə belə eləsəm, təngi nəfəs olaram, 2 addım ata bilmirəm. Görün nə qədər sevincliydim ki, o suyun içində atlanırdım, düşürdüm, nəfəsim kəsilirdi, amma yenə bilmirdim bunu, hiss eləmirdim. Tip bacısı, düz deyirsən, tip bacısı. Başa düşdün. Gördüm, gördüm. Gülə, axtarmasın onları, qoy o oğlu onu axtarsın. Yenə də qoy biraz möhlət versin, Yox, Uzaq demişəm, yenə də tapşıracağam. Yenə də Uzaq tapşıracağam. ona görə. Yaxşı bala, oldu bala. Oldu, öpürəm. Allah'a əmanət olun. Hər kəsə də Oldu bala, yenə oldu. təkrar Sağ yeni olun. gələnlərə də salamlayıram. Sağ olun, öpürəm. Allah'a əmanət olun. Sağ olun dostlar, sağ olun. Esmir ağa, anamın yanında həmişə biləm olmusan, yenə də ol, tək qoyma. Sabah həkimə Nə gedəcəm, bax, ondan inan get. ki, Allah haqqı acıqlamışam. Bax desin, özü orada nələr demişəm. Bilirəm, Esmir ağa, Aslanı bilirəm. Aslanı Bilirəm. görəndə ona acıqlanmışam. Ceyranı görəndə Ceyrana acıqlanmışam. Demişəm, sən filan yerdə nə işin var? Otur evdə, onlar hara gedir, getsin, sən nə işin var? Aynen, mənim anam 8 dəfə darıxırsan, kişiyə gəl bura, getmir. məsəl üçün. Aynen, Demişəm, vallah demişəm. get Quran özünə, haqqı işinə demişəm. məşğul ol. Ceyran deyir, burada mənə Bağdadda kör xəlifə. Nəysə. Yəni, nəysə, sabah həkimə gedəcək elə bu vaxtları. Onu tək qoyma, xahiş edirəm, Esmir xala. Özüm bilsən də mən rayondayam, yanında deyiləm, Bakıda deyiləm ki, mən özüm aparım. Yox, Ayşə, keçən dəfə də getmişdim də, yox, apararam. Allah köməyin gedərim. olsun, Allah balaların xeyir bəhrini görəsən, nəvələrin də heylə, toyun bəhrini görəsən. Esmir Amin, xala, amin, həmişə amin. sən bizim dar günümüzdə arxa çıxmışsan. Diyə, gülə, ondan sonra da başa düşdün. Çıxaram Sən parka, sözün deyərəm, nəslin gedək adın Xıdalan yazsa parkında burada. oturaq. 5 dəqiqə oturaq. Daha yaşlı adamlarıq da. Mən bir düzdür. pensiya almıram, çox cavanam. İnşallah alarsan. Belə yaxşı, Nabat, mən də Oldu, çıxıram. öpdüm. Gülay öz nəslinin ana adını yazsan burada. Yaxşı, öpdüm. Ay anaya Öpdüm Esmir xala, özündən bu qədər öpürəm. Balalar, Elə nəvələrin də viruslar qızları olur, da. hər yerdə olacaqlar yenə. Pis yazanlar özlərinin nəslinin adını Yaxşı, yazır. oldu. Ceyran Yaxşı. yola salırsan. Aynı maşın gətirəcək bir yoldaşım, yola salacaq. Ha, oldu, Promo oldu. ATV-yə, promo ATV-yə. Oldu, sağ ol. Mən də Oldu. tez gələcəm bu gün, oldu. Oldu, öpdüm.